Organizasyon təşkil elədiyi Baymar Organizasyon kurslarının tələbəsi olan Heydər və Zülfiyə Sədaqət qızının kurs işləri. Zülfiyə xanım həm floristika kursunu, həm də Xonca kursunu müvəffəqiyyətlə bitirdiyinə görə kursumuz tərəfindən sertifikatlarımızla mükafatlandı. Bu da Zülfiyə xanımın kurs işi. Üzüm salxımı formasında konfet yığımı və gül. Baymar Organizasyon kursları. Peşəkarlığa bizimlə tutmayın. Baymar Organizasyon təşkil elədiyi Baymar Organizasyon kurslarının floristika və Xonca bölməsinin tələbəsi olan Zülfiyə xanımın kurs işi. Konfetlərdən ibarət üzüm salxımı və handmade gül. Baymar Organizasyon kursları. Peşəkarlığa bizimlə tutmayın.